Salam əziz tamaşaçılar. Xalq qəzetinin internet televiziyası efirdədir. Bugünkü qonağım Azərbaycan Yazıçılar Birliyinin üzvü, onlarla kitabın həm nəsr, həm şeirlər kitabının müəllifi, yazıcı jurnalist Təranə Dəmirdir. Təranə xanım, sizi təbrik edirəm. 10-cu kitabınız Qırmızı Xətt, ömrümüzün qırmızı xətti kitabınız çapdan çıxıb. Elə sizin yaradıcılığınızla tamaşaçılarımızı daha ətraflı tanış etmək, həm də söz dünyası ilə, rənglər dünyası ilə söhbətləşmək üçün sizi studiyamıza dəvət etmişəm. Əvvəla təşəkkür edirəm sizə yenidən dəvət elədiyiniz üçün. Oxucularımı, dinləyiciləri salamlayıram. Mən ədəbiyyatı anamın nağıllarından sevmişəm. Heç orta məktəbə də getmirdim. Anam mənə nağıllar danışırdı. Evimizdə də Azərbaycan nağılları var idi. Və beləcə mən nağılların, ədəbiyyatın içində böyüdüm. Sonra orta məktəb illəri başladı. Orta məktəb kitabxanasının kitablarını acgözlüklə demək olar ki, oxumağa başladım. Və yavaş-yavaş məndə şeirə, sənətə, poeziyaya rəğbət yarandı. Elə bir ki, ilk yaradıcılığım da 4-cü sinifdən başladı. İlk dəfə mən amma poeziyadan başlamamışam, nəsrdən başlamışam. Xırda hekayələr yazırdım. Anama göstərirdim, utanırdım üzə çıxarmağa. Bir gün atam necə oldusa mənim yazılarımı oxudu və mənə dedi ki, hünərim var, şeir yaz. Və o hünərim var, ümumiyyətlə məndə o təsir, mütləq o təsirə qarşı mən gedirəm, axına qarşı gedirəm və atamın o sözü mənə çox yer elədi. Hərdən deyirəm ki, elə yaxşı ki deyib, məni üzə çıxardı, poeziya tərəfimi, şeir tərəfimi üzə çıxardı və mən başladım şeir yazmağa. Sonra göndərdim Göyərçin jurnalına. Oradan cavab gəldi ki, yazırsınız, yaradıcı qabiliyyətiniz var, dərc olunmağa tələsməyin. Sonra yavaş-yavaş elə məktəb illərindən əvvəlcə rayon qəzetində dərc olundum. Sonra yavaş-yavaş Respublika miqyaslı qəzetlərdə, jurnallarda dərc olunmağa başladım. Universitet illərində Azərbaycan televiziyasının müxtəlif proqramlarında çıxış elədim. Və mənim poeziyaya bağlılığım çox uzun illər öncəyə təsadüf edir, yəni uşaqlıq illərimə. Ona görə mən poeziyadan heç vaxt qopa bilmirəm. Siz dediniz ki, ilk əvvəl anamın nağıllarını dinləmişəm. Ananız, mən belə anladım ki, sizin ananız özü də elə xalq ədəbiyyatına, yəni klassik ədəbiyyata, şifahi xalq ədəbiyyatına bağlı bir xanım olub. Bilmirəm, ananızın haqqında heç bir informasiyam yoxdur. Amma sizin deməyinizdən belə anladım. Mənim anam ixtisasda bioloq olub, Bakı Dövlət Universitetini bitirib. O vaxt 50-ci illərdə rayonda ilk demək olar ki, ali təhsil alan qadındır. Amma ədəbiyyatı da çox sevib. Mən kitabların içində böyümüşəm. Uşaqlıqdan mənə elə aşılanıb ki, kitablara toxunmaq olmaz, kitabları yazmaq olmaz, kitabları incitmək olmaz. Kitablar mənə müqəddəs kimi aşılanıb. Müqəddəs kimi baxmışam mən kitablara. Onda səbəbkarı anam olub. Ədəbiyyatı çox sevib. İlk inşanı da anam mənə öyrədib. Yəni, anam eyni zamanda bioloq olmaqla bərabər həm də poeziyanı, nəsri, Azərbaycan ədəbiyyatını çox sevib. Azərbaycan eyni zamanda dünya ədəbiyyatı ilə də tanış olan, hər tərəfli idi. Yəni, mən onun əhatəsində, bəlkə də bu qabiliyyətim də elə ondan irəli gəlir. Anam şeir yazmasa da, amma gözəl yazıları var idi, gözəl. Onun gündəlikləri var idi, sözlə dolu gündəlikləri var idi, ruhla dolu, duyğu ilə dolu gündəliyində. Həyatda nə başına gəlmişdi, hamısını yazırdı ora. Yəni, anamdan keçib yəqin ki, bu xarakter, bu xüsusiyyət mənə. Təranə xanım, mən belə anladım ki, söz dünyasına sizin sevginiz ananızın sevgisindən, qanından, canından yoğrulub sanki. Yəni, mənim qəbul etdiyim his budur. Ananız son dərəcə maraqlı bir insan olub. Yəni, söz dünyası ilə yaşayıb, yaradıb. Dediniz, onun gündəliyi vardır. Gündəlik özü bir
həyatdır, bir memardır, insanın həyata baxışlarıdır. Ananız həyatdadırmı? Yox, anam təəssüf ki, 3 il öncə dünyasını dəyişib. Allah Yəni onu rəhmət eləsin. çox sağ olun. Bütün dünyadan köçənlərinizə Allah rəhmət eləsin. Tərənə xanım, elə bu səbəbdəndir ki, söz dünyasına məhəbbətiniz sizi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirib çıxarıb. Jurnalist, həm də şairə. Bu iki məfhumun sintezi sizin üçün nə deməkdir? Həm jurnalist, həm bütün həyatını artıq qələmə bağlamaq, kağızlara bağlamaq, mətbuata bağlamaq və söz dünyası. Siz hansı yolu seçdiniz jurnalistika fakültəsində oxuyanda? Jurnalistika fakültəsi sizə nə verdi? Özünüz bilirsiniz ki, jurnalistikada yaradıcı peşədir. Biz öncə qabiliyyət imtahanı veririk, çünki yaradıcı peşədir. Jurnalistikanın mənə poeziyama yansıdan tərəfi odur ki, mən sözlə oynamağı bacardım. Poeziyada elə bir sintez yarada bildim jurnalistika ilə bağlı. Jurnalistika mənə publisistikanı sevdirdi. Jurnalistika mənə çox şeylər verdi. Əslində ədəbiyyatı da daha çox sevdirməkdə, genişləndirməkdə, mənim ədəbi baxışlarımı genişləndirməkdə jurnalistikanın çox böyük rolu oldu və ikisi də yaradıcı peşədir və bir-biri ilə bağlıdır. İkisi də istedad tələb edən peşədir. Yəni hər adam jurnalist ola bilməz ki, hər adam qələm götürüb nəsə yaza bilməz axı. O ikisi də yaradıcı peşədir və ikisi də Tanrının mənim üçün vergisidir, lütfüdür. Ona görə bir-birlərinə bağlı olduğu üçün mən bəlkə də çətinlik çəkməmişəm. Yəni sözlə oynamaqda bəzi həmkarlarımın dediyi kimi çətinlik çəkməmişəm. Deməli Tərənə xanım, siz artıq söz meydanına qədəm qoydunuz. Daha doğrusu bu meydana atıldınız. Bu meydana atılanda, çünki bu meydan nəhəng meydandır, söz meydanı. Bu meydana atılanda meydanın zəhmi olur, qorxmadınız ki. Və bu meydanda güləşmək, söz güləşdirmək, sözü oynatmaq, sözə rəng vermək sizin üçün çətin olmadı ki? Mən qorxsaydım bu meydana atılmazdım. Mən biraz mübarizəm, həm də azadlığıma çox düşkün insanam. Və sözü yerində deyən, zamanında deyən adamam. Bu meydan həqiqətən nəhəng meydandır. Burada o qədər mübarizələr gedir ki, zəif, güclü mübarizələr. Hal-hazırda bu mübarizələr o qədər geniş vüsət alıb ki, əlbəttə ki, mən çəkinmirəm. Sözümü də deyirəm bu meydanda. Əlbəttə ki, sözümlə sözümü deyə bilirəm, yaradıcılığımla sözümü deyə bilirəm. Hal-hazırda o qədər bolluqdur ki, söz bolluğudur. Yəni zamanında bizim zamanımızda biraz senzura vardı, biraz qadağalar vardı. Yəni hər adam bu meydana atıla bilmirdi. Hər adam üçün qapılar açıq deyildi, amma indi bütün qapılar açıqdır və hər kəs bu meydandadır və təəssüf ki, bu meydan bəzən zəiflərin meydanıdır. Amma bu söz bolluğunun içində özünü doğrultmaq özdə bir hünər tələb edir. Biz də çalışırıq ki, bu meydanda boy verək. Sözümüzü deməyi bacaraq. Yox, yəni mən qorxmuram, çətinlik də çəkmirəm. Düzdür, çətindir. Yəni söz deməyin özü də çətindir. Amma yenə də biz bu meydana atılmışıqsa gərək bu işin ötəsindən gələk. Mənim bir şair dostum var, Zabil Pərviz demiş. Mən elə gözəl şairlər var ki, yazıçılar var ki, mən onları 1000 il sonra görürəm. Amma elə yazarlar var ki, nə olsun indi hal-hazırda onların üzünə qapılar açıqdır, amma onlar sabah yoxdur. Amma gözəl əsərlər yaşayacaq. Mənim bu əsərim, bu kitabımın da redaktoru Zabil Pərvizli gözəl şairdir, Yazıçılar Birliyinin üzvü və zamanında çox sözün demiş yaşlı nəslin nümayəndəsidir. O da ön söz yazıb, həm də redaktordur. Qırmızı xəttə o qoyub adın və deyir ki, sənin qırmızı xəttinə hələ heç kim yaxın dura bilmir. Yəni bu onun fikridir. Ona görə
kitabın demək adını da o qoyub. Bilirəm ki, sizin üçün də maraqlıdır. Və o həmişə deyir ki, səni 1000 il sonra gözləyirəm. Yəni belə insanlardan fikir almaq, belə insanların, belə gözəl, yaradıcı insanların fikrini almaq elə böyük lütfü də insanın, Allahın insana. Yəni məni elə gözəl insanlar başa düşsün, anlasın, bəsimdir. Təranə xanım, qırmızı xətt dediniz. Siz özünüz necə qırmızı xəttə keçirsinizmi? Ümumiyyətlə, qırmızı xətt sizin üçün nə deməkdir? Bu kitabın adını mən qoymamışam deyə, mən heç vaxt özümdən razı, müştəbih insan deyiləm. Ona görə bu kitabın adını Zabil Pərviz seçdiyinə görə, o sualın cavabı da yəqin ki, Zabil müəllimlikdir. Amma çalışmışam yaradıcılığımda artıq əski keçin olmasın. Çalışmışam ədəbi qaydalara, qanunlara riayət eləyəm. Çalışmışam yeni fikir bildirəm. Çalışmışam çeynənmiş fikirlərdən uzaq olan. Çalışmışam təkrarçılıqdan uzaq olan. Çalışmışam. Bilmirəm nə qədər bacarmışam ədəbi aləmdə. Amma söz deməyi bacarmışam mənim aləmimdə, zənnimcə. Qırmızı xətt o deməkdir ki, yəni sən artıq gəlib çatmısan o nöqtəyə. Yəni o xətt var, o xəttə gəlib çatmısan artıq. Yəni arınmısan, durulmusan, yazmısan, yaratmısan və gəlib çatmısan o xəttə və sözünü deməyi bacarmısan. Və sənə gəlib çatan varmı, səni keçən varmı? Hazırda Zabil Pərvizin fikrincə mən qırmızı xəttdəyəm. Yəni bilmirəm nə dərəcədə doğrudur. Amma mənə elə gəlir ki, bütün yaradıcı insanlar çalışır ki, əsl yaradıcı insanlardan söhbət gedir. Onlar çalışır ki, qırmızı xəttə yaxınlaşsınlar. Onlar çalışır ki, nəsə yazıb yaratsınlar və əsərləri qalsın, gələcəkdə qalsın. Gələcəyə ötürə bilsinlər əsərlərin. Mən istəyərəm ilk kitabınızın taleyindən danışasınız. Demək, gənclik illərindən yığıldı, kitab şəklində şeirlərim. Yığıldı. Mən çox gec kitab nəşr eləməyə başladım. İlk kitabım Uzaqlar kitabıdır və gənclik illərimin şeirləri demək olar ki, orada cəmlənib. Daha sonra Daş Arzular doğuldu, sonra Payız Qadın, Sıfırdan əvvəl, Səssizliyin melodiyası, 2 nəsr əsərim. Biri publisistikadan, publisistik kitabdır, biri də povest və hekayələrdən ibarət kitabdır. Cəhənnəmdən gələn işıq. Yəni ard-arda bir müddət susmuşam, bir 10-15 il susmuşam, yazmamışam müəyyən səhhətimlə bağlı. Sonra demişəm ki, mən poeziyaya lazımam, mən ədəbiyyata lazımam və dönmüşəm. Heç nəyi, hər şey qoymuşam qırağa və dönmüşəm və ard-arda bir neçə 10 kitab ərsəyə gətirmişəm. Kitabların hamısı mənə doğmadır, yəni hamısı mənim əməyimin məhsuludur, ruhumun məhsuludur, düşüncələrimin məhsuludur. Mən heç vaxt yalandan yazmıram, pafoslu şeirlər yazmıram, bəlkə ona görə də oxunaqlıdır. Nə duyuramsa, nə görürəmsə, onu yazıram. Yəni nə hiss edirəmsə, onu yazıram. İstəyir nəsrdə, istəyir nəzmdə. Müxtəlif, istəyir sərbəstdə, istəyir heca vəznində mən ancaq duyğularımı köçürürəm. Hiss etdiklərimi yazıram. Yəqin bəlkə ona görə də oxunaqlıdır və ona görə də bəlkə də şeirlərim sevilir. Və mən həqiqətən çox sevinirəm ki, mənim oxucu kütləm var. Oxucu auditoriyam var, geniş. Və bu da sevindirici haldır. Həqiqətən yazıcı üçün, yazar üçün bu çox sevindirici haldır. Biz bundan sevinirik, biz bundan qidalanırıq. Siz bayaq əsərlərinizin adını çəkəndə bir əsərin adını çəkdiniz. Cəhənnəmdən gələn işıq. Özü nəsr əsəridir. Siz cəhənnəmdə necə işıq axtarmısınız? Mənə çox maraqlıdır. Və həmin əsərin adını elə qoymusunuz. Yəni, yaradıcı insan cəhənnəmin özündə də bir işıq axtarırsa, yəni burada
Nəsə bir tapıntı var, nəsə bir söz dünyası var. Bax, istəyərdim bu barədə bir şairə xanım kimi, elə nəsr sahəsində də əli qələm tutan bir söz sahibi kimi fikrinizi bildirəsiniz. Nəsr əsəri Cəhənnəmdən gələn işıq kitabında bir povest cəmlənib, bir də bir neçə hekayələr də həyatdan götürülüb. Mən sizə dedim, axı, mən real olmayan heç nəyə toxunmuram. Ruhuma toxunan nə varsa ondan yazıram. Bu əsərdə müasir ziddiyyətli həyatımızı əks etdirir, problemlərimizi əks etdirir, çətinliklərimiz, insanların qarşılaşdıqları, üzləşdikləri çətinliklərdən, sınaqlardan bəhs eləyir. Hər insan cəhənnəmin özündə də bir işıq axtarır. O insan ki, boğulanda saman çöpündən yapışdığı kimi, o dərdlərin, ağrıların, acıların burulğanında da insan bir işıq axtarır. O zülmətdə də bir işıq axtarır. O baxımdan bu əsər elə doğuldu. Və yəni, onu da deyim ki, bu əsər də o birilər kimi real həyatdan götürülüb, nağıl deyil. Hər kəsin düşündüyü, hər kəsin qarşılaşdığı problemlər əks olunur. Hekayələrimdə həmçinin hər insan qaranlıqda ümid axtarır. Hər insan yıxılanda, boğulanda saman çöpündən yapışdığı kimi hər kəs zülmətin içində də bir işıq gəzir və o baxımdan o əsərin adı ilə doğuldu. Hər insan qaranlıqda da özünə işıq axtarır, çətinliyə düşəndə, zülmətin özündə də bir işıq gəzir. Mən zənnimcə də var. Yetər ki, onu istəyəsən, arzulayasan. Bu kitabın da adı ondan doğuldu, Cəhənnəmdən gələn işıq. Cəhənnəmdə də insan bir cənnət axtarır, bir ümid axtarır, tutunmağa yer gəzir, saman çöpündən, boğulanda saman çöpündən tutduğu kimi. Bir də bu kitabın, bu sonuncu kitabımın nəşr yerini demək istəyirəm, Pan nəşriyyatında dərc olunub, nəfis dərc olunub, mənə elə gəlir ki, əmək keçənlərə təşəkkür eləyirəm. Yəni, kim istəsə müraciət eləyə bilər. Ömürdümü bu görən, yoxsa sınaqdır, Allah. Hayanla gələk sənə, hər yan günahdır, Allah. Qarışıb bir-birinə qarası, ağı bunun, nə astarı, nə özü bilinmir axı bunun. Bilmirik kimdir ağa, nökər kimdir, bilmirik ovçu kimdir, şikar kimdir, bilmirik. Yatırıq, oyanırıq, görürük ki, sabahdır. Yenə həminki düyün, yenə həminki dağdır. İndi acından ölmür, içindən ölür adam. Abrından, həyasından, gücündən ölür adam. Azdırır addım başı dərə bizi, dağ bizi, söz ilə öldürürlər vaxtından qabaq bizi. Ömürdümü bu görən, yoxsa sınaqdır Allah. Hayanla gələk sənə, hər yan günahdır Allah. Baş açmırıq sözümüzdən, əyrimizdən, düzümüzdən. Hər gün biraz özümüzdən əlimiz üzülüb gedir. Düz yolumuz qala-qala, əyilirik sola, sağa, yada calaq ola-ola, kökümüz kəsilib gedir. Səs batıb küyün altında, dil yatıb düyün altında, bu boyda göyün altında yer necə əzilib gedir. Təran xan, bu şeirlərin hər sətrində bir fəlsəfi baxış var. Sizin həyata baxışlarınız dərin fəlsəfi fikirlərdən yoğrulub sanki. Sözə rəng qatırsınız. Dünyanın rəngini qatırsınız. İstəyərdim bu barədə danışasınız. Dünyanın rəngini qatanda ürəyinizin istisi ilə necə mübarizə aparırsınız? Dünyanın rəngi, ürəyinizin də istisi, beyninizin də düşüncəsi. Mən ümumiyyətlə yalan heç nə yazmıram. Necə görürəmsə, dünyanı hansı rəngdə görürəmsə, bugün məsələn mənim üçün yarpaqdır, ağazdakı yarpaqdır. Mən o yarpağı vəsf eləyirəm. Səhər mən o yarpağı xəzəl görürəm, xəzəli vəsf eləyirəm. Yəni mən real nə görürəmsə,
ona toxunmağa çalışıram, sözlə toxunmağa çalışıram. Rəngləri çalarlara salıram, min rəngə salmağı xoşlayıram. Çünki bir rəng yoxdur axı, bütün yaşılın müxtəlif çalarları var. Mən istəyirəm o müxtəlif çalarlara toxunum. Hamısını açmaq istəyirəm. Mən nə görürəmsə, bütün nə həqiqətləri görürəmsə, nə yalanları görürəmsə, onun hamısını açmaq istəyirəm. Çalışıram ki, açım. Bu şeir də ondan doğulub. Özümüzdən, sözümüzdən baş açmırıq. Və yavaş-yavaş baş açmaya, əlimiz özümüzdən də üzülüb gedir. Özümüzə də çata bilmirik. Özümüzü təsdiq eləyə bilmirik. Ümumiyyətlə, poeziya rənglər dünyasıdır, ümumiyyətlə. Poeziyada nə desən rəng tapa bilərsən. Şairlərdə istəyir təbiət, istəyir duyğu rənglərini, elə gözəl çalarlar, əsl şairlərdən gedir söhbət. Elə gözəl çalarlarla verirlər ki, oxucu heyrətlənir. Məsələn, məni heyrətləndirən şeirləri çox sevirəm. Heyrətlənsin. İnsan heyrətlənməyi bacarmalıdır. O şeirdə şair də heyrətləndirməyi bacarmalıdır. Zabil Pərvizin bir sözü var. Mən əlahəzrət oxucuyam. Mən həm şairəm, həm də oxucuyam. Sən məni inandırmağı bacarmalısan. Ay yazıcı, ay şair, məni inandırmağı bacarmalısan. İnandır. Mən savadlı oxucuyam, mən istedadlı oxucuyam. Sən çalış o istedadlı oxucular üçün yaz. Kütlə üçün yazma. İndi çox vaxt kütlə üçün yazarlar. Yəni kütlə də bəstə qaçır. Yəni auditoriya, istedadlı auditoriya üçün çox az yazırlar. Alqışa qaçırlar yazanlar çox vaxt. Mən də mənim də tələbim odur ki, məni heyrətləndirsin. Məni oxumağa, o yazdığım məni oxumağa məcbur eləsin ki, mən onu oxuyum. Elə gözəl yazsın ki, mən onu oxumağa məcbur olum. Məcbur eləsin oxucunu. Bir də mən başqa şairlər kimi, başqa yazarlar kimi mən də duyğularımı yazıram. Bugün mən ağacı, bugün tutaq ki, bahardır. Mən o baharı tərənnüm eləyirəm. Amma bir də görürsünüz ki, mənim fikrimdə elə şeylər cəmlənir ki, mən ağacı yaşıl paltarından soyundururam. Xəzəl rəngdə görürəm. Yəni bahar daha ağaclar yaşıldır, amma mən onu xəzəl rəngdə görürəm. Yəni əsl yazar da elə olmalıdır. Və mən başlayıram, bu ağaca yazığım gəlir. Mən adca küləyə yazığım gəlir, yağışa yazığım gəlir. Belə bir şeirim də var. Mənim bu yağışa yazığım gəlir. Yəni şair yağışı da duymalıdır, küləyi də duymalıdır, ağacı da duymalıdır. Hər şey hamısı həyatdır. Hamısının mənim üçün hamısının canı var, hamısının ruhu var. Yəni əsl yazıcı, yazar duymalıdır, təbiəti duymalıdır, insanları duymalıdır və rəng verməyi bacarmalıdır. Ömrün 5-ci fəsli. Poemadır. Bəli. Poeması. Ömrün 5-ci fəsli poemanız var. Ömrümüzün adətən 4 fəsli var. 5-ci fəslində nə demək istəyirsiniz? Adətən biz gəncliyim fəslidir. Biz fəsilləri də ömrün fəsillərinə bölürük. Fəsillər təbiət fəsilləri kimi. Gənclik fəsli baharı gənclik fəsli adlandırırıq. Payız ömrümüzün payız çağı adlandırırıq. Qış, sazaqlı qış ömrümüzün də qış fəsli olur. Və bütün etapları keçmişik. Ömrün 5-ci fəslidə insanın özünün özünə hesabatıdır. Nə qazanmışam, nə itirmişəm. Nə itirdiklərimiz kimlərdir, kimləri qazanmışıq, kimləri itirmişik. Bu baxımdan bir şeir demək istəyirəm. Mən həmişə qəbristanlığa gedəndə unuduram hər şeyi, reallığı, hər şeyi unuduram və elə bilirsən ki, insan paklaşır qəbristanlığa gedəndə. Durulur. Hər şeyi unudursan. Mübarizələri, qanı, qadanı, savaşları, hər şeyi unudursan. Burada mən paklaşıram. Məsələn, mən paklaşıram qəbristanlığa gedəndə. Qəbirlərlə danışırsan, insan elə bilirsən ki, o başdaşları insanlar oturub danışır. Elə bilirsən ki, onlar nəsə demək istəyirsən, amma deyə bilmir. O baxımdan bu şeir doğulub.
Burada zaman dayanıb. Bu nə sükutdur, Allah. Gün də qaçıb gizlənib. Hər yan buluddur, Allah. Sıra-sıra məzarlar, hərəsi bir biçimdə. Dayanıb yol gözləyir hamı daşın içində. Burada gəlib gedənlə ölülər hesab çəkir. Hərə öz daşı altda görən nə əzab çəkir. Hayana boylanırsan ayrılıqdır, həsrətdir. Məzar-məzar qaranlıq, şəkil-şəkil sərhəddir. Hər daş yıxıla, dura, keşik çəkir qəbrinə. İlahi, bu daşların səbrinə bax, səbrinə. Biraz pessimist notlara toxunduq, amma mən həyatda elə də pessimist insan deyiləm. Mən həmişə zülmətin içində bir işıq axtaran insanam. Ümidi heç vaxt üzməyən insanam. Nikbin notlarla da bitirmək istəyirəm çıxışımı. İstəyirəm bu şeiri, bu kitabın üz qabığında olan bu şeiri oxuculara ərmağan eləyim. Dəniz ola, sən olasan, bir də qağaylar. Xəfif meh əsə, narın yağış yağa. Uzaqdan əl edə xəyallar, ağ, qara. İçindəki həsrət kükrəyə dalğa-dalğa, ləpə-ləpə göynəyə. Saçlarını külək, yanaqlarını sel apara. Bürünəsən təkliyə, tellərinin dəni, ovucularının qabarı üşüyə. Xatirələr küskün-küskün başına yığışa. Verəsən ürəyini dənizə, küləyə, yağışa. Sizə çox təşəkkür eləyirəm. Əməyi keçən hər kəsə təşəkkür eləyirəm. Və insanlara arzum budur ki, heç vaxt ümidlərini itirməsinlər. Həmişə hər şeydə bir işıq axtarsınlar. Təranə xanım, həmişə Təranə Dəmir kimin yazdığınız misralardan insanlara damla-damla işıq, nur paylansın, ümid paylansın. Mən də sizə yaradıcılıq uğurları arzulayıram. Bugünkü müsahibim Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, jurnalist, şairə Təranə Dəmir idi. Sağ olun, sağlıqla qalın.